Aha. Yoldaşlar, 5-ci sınaq oldu. Mövzular hidrosfer və quru suları. Birinci test tapşırığına nəzər yetiririk. Sualda bizdən nə istəyir, gəlin baxaq. Sualda bizə deyir ki, müvafiq olaraq Aralıq dənizi və Aralıq dənizini Karib dənizindən fərqləndirən xüsusiyyətlər. Daxili dəniz olması fərqləndirici cəhətdir. 1. 3 yarımkürədə yerləşir. Bilirsiniz ki, Greenwich meridianla kəsişdiyi üçün neçə yarımkürədir? 3 yarımkürə. 2. İki materikin sahili ortaq cəhətdir. Biri Şimali Amerika, Cənubi Amerika, biri Avrasiya və Afrika. Bu olmaz. Sonra tələsmə. Ərazinin gecə və gündüzün adi növbələşməsi pozulmur. Bəli, çünki bunlar qütb yox, mülayim işıqlanma və tropik işıqlanma quruşları daxilindədirlər. 5-ə baxırıq. Litosfer tavalarının konvergent sərhədləri ikisi konvergentdir. Biri Karib, Şimali Amerika, biri Avrasiya və Afrika. Bu oxşar cəhətdir. Qaldı 6. Qərb küləkləri, bəli. Karibə passatlar, yəni tropiklər arası, amma Aralıq dənizinə qərb küləkləri təsir edir. Cavabımız 1, 2, 6, variantımız D bəndi. İkinci test tapşırığına baxırıq. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. İsti və soyuq cəryanlar. Daimi küləklərin təsir formalaşır ortaq cəhətdir 3-ə 1. Şimal yarımküre sağa, cənubda sola meylənir ortaq cəhətdir 3-ə 2. Sahil ərazilərdə hidroqəvi şəbəkəsi sıx olması, rütubətli isti cəryanlar olacaq 1-ə 3. Sahil ərazisi düz günəş radiasiyası payının çox olması olacaq 2-yə. Deməli 4. 2-yə necə getdi? 4. Sonra yoldaşlar deyir ki, sahil ərazidə səpələnən günəş radiasiyasının çox olmasına isti cəryanlar olacaq 1-ə 5. Duzluğun nisbətən aşağı salır, soyuq cəryanlar 6. Cavab 3, 5, 4, 6, 1, 2. Y variantı düzgün cavab hesab olundu. Növbəti suala nəzər yetiririk. Yoldaşlar, bu sualda rəqəmlərin yerini düzgün görmək lazımdır. Gəlin bir-bir baxaq. Deməli, burada təbii ki, 1 hesab olunur. Qaradənizin şimalında, baxın bu hissədə Azov dənizi. Nə dənizi? Azov. 2. Yoldaşlar, biz xəritəyə diqqətlə baxsaq, uyğun gəlir burada adaya. Bura Kipr adasıdır. Nə adasıdır? Kipr. 3. Yoldaşlar, biz bura diqqətlə baxanda 3 uyğun gəlir, o da yenə adaya. Bu Siciliya adasıdır. Siciliya. Sonra 4. Baxacaqsınız, bu olacaq Adriatik dənizi, Adriatik. Yoldaşlar 5. Bu uyğun gələcək, baxın burada Sardiniya adasına, Sardiniya. Hamısı köhnə dünyadadır. Sardiniya. Sonra 6 uyğun gələcək. Bəli, bax burada Bretan yarımadası Fransaya. Bretan. 7 gözəl yoldaşlar, bax burada İonik dənizi də deyə bilərsiniz bura. Və 8 gözəl yoldaşlar, bu da olacaq Egey dənizi. Doğru cavab nə variantı oldu yoldaşlar? 2-də, deməli daha doğrusu 3-də nə variantı? A variantı. Sualımızın cavabı nə oldu? A. 4-ə baxırıq. Cədvələ əsasən okeanlarla bağlı doğru fikirləri müəyyən edin. Sakit və Atlantik okean müvafiq olaraq hərəsinə aid doğru fikrə baxmalıyıq. Deməli bizə deyir ki, stoplayıcı hövzəsində yerləşən ən uzun çay Xuanxe çayıdır. Yoldaşlar, Sakit okeanın stoplayıcı hövzəsindəki ən uzun çay Xuanxe yox, Yangtze çayıdır. İfadə yanlışdır. Colorado, Kolumbiya və Orinoco çaylarının eroziya bahisidir. Colorado, Kolumbiya və Orinoco çaylarının eroziya bahisidir. Bilirsiniz, Orinoco tökülür Atlantik okeanına, yanlışdır. Sahillərdə musson və mülayim dəniz iqlim tipinə rast gəlinir. Doğrudur. Məsələn, Kamçatka və Şərqi Avrasiyada. 3. Atlantiklə bağlı doğrulara baxacaq. Ən dərin yeri Porto Rico çəkilidir. 8742, 400-dür. Ən çox daxili dənizə malik dənizdir. Bu da doğrudur. Azov, Qara, Mərmərə, Egey, Aralıq, Adriatik, İonik, Tirren, Liguriya. Eyni zamanda biz deyə bilərik Baltik dənizləri. 4 qitənin sahillərini yürür yoldaşlar. Bu Atlantika aid deyil. Atlantikdə Asiya, Avropa 2, Afrika 3, Amerika 4, Antarktida 5 qitədir. Cavabımız 3, 4, 5, variantımız da bəndə oldu 4-də B. 5-ə baxırıq yoldaşlar, doğru ifadələri müəyyən edin. Doğru cavabları müəyyən edin deyir. Maracaibo gölü zəngin neft ehtiyatlarına malikdir. Venezuela iqtisadiyyatına xüsusi əhəmiyyət verir. 1 doğrudur. Anhel şəlaləsi Parana çayı üzərində yox, Orinoco çayının Çurun qolu üzərindədir. Itaipu su elektrik stansiyası Braziliya və Uruguay sərhəddi yox, Braziliya və Paragvay sərhəddindədir. Şari çayı daxili axar hövzəyə, Limpopo çayı isə Atlantik okeanı hövzəsinə aiddir. Limpopo Atlantikə yox, Cənub tropikin 2 dəfə kəsir və hara tökülür? Hind okeanına. Alta su elektrik stansiyasının yerləşdiyi yarımadanın sahilləri iki okean suları ilə yuyulur. Yoldaşlar, bu yarımada Skandinaviyadır, Norveç. Norveçin də sahilləri şimal buzlu və Atlantik okean suları ilə yuyulur. Doğru ifadədir 5. Bütün okeanların donan dənizləri mövcuddur. Bəli, nümunə olaraq sakitdə bunlara aiddir. Cənubda Bellingshausen, Amundsen-Ross, Atlantikdə Oyadel və Lazarev, Hind okeanının cənubunda Kosmonavtlar Birlik Riserlası, şimal buzlu da məlumdur. Cavabımız oldu 1, 5, 6 variant C. 6-ya baxırıq. 6-da bizə deyir ki,
Uyğunluğu müəyyən edin. Acınoğru gölü uçqun mənşəli yox, tektonik mənşəlidir. Sarısı gölü axmaz mənşəlidir. Cavab B-dir. Qara göl uçqun mənşəli deyil, vulkanik göldür. Göl tektonik deyil, yoldaşlar uçqun mənşəli göldür. Ağ göl tektonik deyil, yoldaşlar Ağ göl çay dərə mənşəli, yəni axmaz mənşəli göldür. Cavabımız nə oldu yoldaşlar 6-da? Uyğunluq gözlənilmişdir B bəndi. Sarısı axmaz mənşəli. 7-yə baxırıq. Doğru sıraları müəyyən edin deyir. Doğru sıralar. Oxot dənizi ilə bağlı doğru nə olacaq? Sahillərin həm Kimmeri, Oxotun ətrafında bilirsiniz ki, var qədim dağ sistemlərindən. Müvafiq olaraq Verxans, Selski-Skotalin dağları ətrafı, yəni Kimmeri qırışı, həm də Alp qırışına formalaşan ərazilər var. Söhbət Kamçatka yarımadasından gedir. Hansı yarımadadan? Kamçatka 1. Deməli, birinci ifadə nə oldu yoldaşlar? Doğru oldu. Davam edirik. 2-yə baxaq. 2 işıqlanma qurşağı deyil, bura bütövlükdə mülayim işıqlanma qurşağıdır, 1 işıqlanma qurşağıdır. Sonra Oedel dənizi bildiyiniz kimi Cənubdadır, Antarktida sahilləri. Şerf buzlaqları mövcuddur, doğrudur 3. Yoldaşlar sahillərini yurduğu materik orta illik yağıntıların göstərici çox yüksək deyil, əksinə çox azdır. Cənubi Çin dənizi bilirsiniz, bu yerləşir Hindçin yarımadası ətrafı, subekvatorialda. Bura aiddir. Deməli nə? Mekong və yansız çayları yansız tökülməz. Yansız sizlər bilirsiniz ki, tökülür Şərqi Çinə. Olmaz. Sulawesi adasının sahillərini yoldaşlar Sulawesi adasını görmür. O Kalimantan və Filippini görür. Ona görə də bu ifadələr yanlışdır. Baltik dənizinə baxanda Almaniya və Estoniya sahili, bəli, ümumiyyətlə burada Norveç, Finlandiya, Rusiya, Estoniya, Latviya, Litva, Kaliningrad vilayəti, Polşa, Almaniya və Danimarkanın ərazisi var. Doğrudur. 1, 3, 7 və 1 də 8-ə baxın. Ərazisində gecə və gündüzün növbələşməsi pozulmur. Çünki o mülayim işıqlanma qurşağındadır. Doğru cavabımız oldu. 1, 3, 7, 8 variantımız. Y variantı 7-ci sualda. 8-ə baxırıq. 8-də də bizə ərazilər verib. Burada xüsusiyyətlər soruşur. Birinci ərazi, hər birimiz xəritədə görür ki, nə adasıdır? Müvafiq olaraq Tayvan adasını. Hansı da? Tayvan. Sonra yoldaşlar, ikinci bölgə. Görəcəksiniz. Bura körfəzdir. Hansı körfəzdir bu körfəzin adı? Siam körfəzidir. Siam körfəzi. Üçüncü ərazi yoldaşlar Filippinin nə adasıdır? Şimal adası. Luzon adası. Dördüncü ərazi hansıdır yoldaşlar? Sulawesi adası. Beşinci ərazi aradır yoldaşlar? Yava adası. Bəli, doğrudur. Yava adası. Altıncı ərazi aradır bala? Bəli, 6 bizdə verilib. Bax bura Polk boğazı. Hindistanın cənub hissəsi. Polk boğazı. 7 gözəl yoldaşlar. Haradır? Mindanao adası. Filippinin cənubu. Mindanao. Və 8 Hainan adası. Hainan adaları. Doğru cavabımız oldu verilənlərdən. Nə variantı yoldaşlar? 8-də A variantı. 9-a baxırıq. Uzunluğu 4000 km olan A çayının mənbəyində atmosfer təzyiqi 460, mənsəbində 740-dır. Əvvəl fərqi tapırıq. 740 çıxılsın neçə? 460. Fərq nə qədər elədi gözəl insanlar? Deməli 0, 8 və 2. 280 mm civəsini. Bunu hündürlüyə çeviririk. Ona 1 mm, 280 mm isə nə? X bərabər nə qədər? 2800. Deməli çayın düşməsi neçə metrdir? Deməli düşməni uzunluğa böləndə D böl L bərabərdir meylliyə yoldaşlar. Düşmə yəni 2800 bölünsün neçə yoldaşlar? 4000. 2800 4000-ə böləndə cavab nə edir? 0,10 neçə? 7. 0,7 əmsal vahiddən kiçikdir. Əmsal vahiddən kiçik olduğu üçün bu düzən çaydır. Nə çaydır? Düzən. İndi baxaq. Orta meyil deyir A çay haqqında doğru fikirləri seç. Orta meyilliyi 0,7 metr bölü kilometrdir, bir düzdür. Mənsəbinin mütləq hündürlüyü Nelson çayının mənsəbinin mütləq hündürlüyündən daha azdır. Yoldaşlar, daha azdır ifadəsi əlbəttə ki biz deyəcəyik ki burada doğru deyil. Əksinə daha çoxdur. Nelson çayı belə deyək də hardan başlayır? Müvafiq olaraq gördüyünüz kimi böyük düzənliklərdə. Sonra 1 bölünsün 16 milyon miqyaslı xəritədə uzunluğu 25 cm-dir. Müəllim nə edəcəyik? Müvafiq olaraq 16 milyondan 5 sıfırı siləcəksiniz. Nə qaldı yoldaşlar? 160. 4000-i böləcəksiniz neçəyə? 160-a. Bəli, 4000 böl 160. Cavab neçə elədi? 25 cm. Doğru ifadədir yoldaşlar 3. 3. Orta meyilliyi Dnepr çayının orta meyilliyindən daha çoxdur. Yoldaşlar, orta meyilliyi Dnepr çayının orta meyilliyindən daha çoxdur. Bəli, Dnepr çayı çünki bilirsiniz, Şərqi Avropa düzənliyi ilə axır. Düzən çaylarından içində bu nisbətən çoxdur. Mənbəyi ilə mənsəb arasındakı temperatur fərqi 20 Selsidən nədir deyir? Çoxdur. Yoldaşlar, hesablayaq görə 20 Selsidən çoxdurmu? Yazırıq. 1000-ə 6, 2800-ə nə? X. Bu elədi yoldaşlar, nə? 2800 vur 6 böl neçə? 100. Elədi yoldaşlar, qalsın 1000. 16,8. 20 Selsidən çox deyil. Mənsəbini okean cərəyanının yuması
Nəticədə estuariya belə gəlmişdir. Gözəl yoldaşlar, düzən çaylarında estuar ola bilməz. Əsasən nə olurdu? Delta. Doğru cavabımız 1-3-4 variant nə variant oldu? 9 yoldaşlar B bəndi. Tapşırıq aydındır. Ona baxırıq. Uyğunluğu müəyyən elə. Adı arxipelag, mənşəyi və aid olduğu ölkə. Yoldaşlar, siz burada Hainan adası görürsünüz. Vulkanik deyil, materik mənşəlidir. Ona görə də yanlışdır. Galapagos adası vulkanikdir və Ekvadora aiddir. 2 düzdür. Newfoundland materik mənşəlidir. ABŞ-dır. Bu ifadə yanlışdır. Kanadaya məxsusdur. Vrangel materikdir. Rusiya əlbəttə ki yanlışdır. Üzr istəyirəm, mən burada 3-ü deyəsən səhv dedim. Bir dəqiqə baxaq 3-də. 3-də bizə nə deyir yoldaşlar? Əlbəttə ki 3-də Vrangel düzdür. Vrangel aradır, Rusiyadır. Mən Vancouver başa düşdüm. Vrangel bəli, Rusiyadır. Bu 4 düzdür. Tasmaniyaya baxırıq. Vulkanik deyil, materik mənşəli. Yanlışdır. Baffin torpağı isə, Baffin torpağı materik mənşəlidir və Kanadadadır. Bu ifadə doğrudur. Doğrular oldu. 2, 4, 6 variantımız nə var? D variantı. Vrangel Rusiyadır. Vancouver Kanadadır. Yaxşı? Unutmayın. 11. Şimal və Bering dənizlərinə aid oxşar xüsusiyyətlər. Yoldaşlar, Şimal dənizi, Bering dənizi hər ikisi müvafiq olaraq biz görürük ki, biri nə ilə kəsişir? Greenwich isə biri nə ilə kəsişir? 180-cı meridianla. 3 yarımkürədə yerləşirlər, fikri doğrudur, oxşar cəhətdir. Coğrafi mövqeyinə görə kənar dənizlərdir, bəli, bu da oxşar cəhətdir. 1-2. Aid olduğu okean dünyanın ən bol sulu çayı tökülür. Yoldaşlar, dünyanın ən bol sulu çayı Amazondur, amma Bering hara aiddir? Sakitə. Deməli, bu ifadə yanlışdır, oxşar ola bilməz. Aid olduğu okeandan qərb küləkləri cərəyan keçir. Bəli, ikisindən cənubundan da qərb küləyi keçir. Cavabımız 1, 2, 4 variantımız nə oldu? A. Mənim 5 niyə səhvdir? Cənub sərhəddində vulkanik adalar mövcuddur. Yoldaşlar, əlbəttə ki, bunların cənub sərhəddində vulkanik ada mövcuddur şeydə, Beringdə. Şimal dənizinin cənub sərhəddində vulkanik ada yoxdur. Britaniya necə adadır? Materik mənşəli adadır. Tapşırıq aydınlanmaya. Nə mənşəli vulkanik? Vulkanik mənşəlidir. Orada konvergent mənşəli, toqquşma, aleut adaları. Aydın oldu? İndi baxırıq. 12-yə. Bizə çaylar verib xüsusiyyətlər soruşur və doğru ifadələri seçin deyir. 3 ilə 5-ə baxırıq. Peçora çayı və bir dənə çayı? Po çayı. Peçora və nə çayı? Po. 3-5. Eyni qitədə yerləşirlər. Peçora və Po çayı hər ikisi haradadır? Avropada. Ona görə də birinci ifadə doğrudur. 2 ilə 4-ə baxırıq. Taxo çayı, bir də Kolumbiya çayı. Eyni okeanın stoplayıcı hövzəsi deyirlər. Taxo Atlantik, Kolumbiya sakit okeandır. Getdi. 3-ə baxırıq. 1 ilə 2. Qanq və Taxo. Mənsəbləri keçid iqlim qurşağındadır. Qanqın mənsəbi subekvatorial, Taxonun mənsəbi subtropik. Bu ifadə doğrudur. 4-ə baxırıq. 2 və 5. Taxo və Po. Eyni dənizə tökülürlər, xeyil. Taxo tökülür, gözəl yoldaşlar. Atlantika, Po tökülür, yoldaşlar, Adriyatika. 5-ə baxırıq. 3 və 4. Peçora və Kolumbiya. Aid olduqları materikdə ekvatorial iqlim qurşağı mövcuddur. Yoldaşlar, Kolumbiya, Şimali Amerikada, burada ekvatorial iqlim qurşağı yoxdur. 6-ya baxırıq, doğrudur. 1 və 5. Qanq çayı və Po çayı. İl boyu səviyyələri kəskin dəyişir. Bəli, Qanq çayı yayda bol sulu, qıtsa qıtsulu, çünki subekvatorialdır. Po çayı aralıq dənizi iqlim tipidir. Qışda bol sulu, yayda qıtsulu. Cavablar 1, 3, 6. Variant nə variant 12-də? D. Növbəti sualı keçid edirik. 13-cü sual. Doğru fikirləri müəyyən edin deyir yoldaşlar. Sakit okeanın orta illik temperatürü digər okeanlar nisbətən daha yüksəkdir. 19 Selsi. Bəli, bu ifadə doğrudur, çünki onun tropiklərdə tutduğu sahə genişdir. Arafur, Timor, Mərcan dənizləri eyni okean hövzəsinə aiddir. Timor və Arafur dənizləri Hində, Mərcan dənizləri isə hara aiddir? Sakitə. Eyni okean ola bilməz. Növbəti. Yoldaşlar, biz deyəcəyik. Deməli. 3. Almadi və Bayron burunları eyni okeanın sahilində yerləşir. Yoldaşlar, Almadi burnu və Bayron burnu. Eyni okean ola bilməz. Almadi olacaq müvafiq olaraq harada? Atlantikdə. Bayron burnu isə sakitdə. Baykal gölü Yenisey çayının stoplayıcı hövzəsində yerləşir. Bəli, Yenisey çayının stoplayıcı hövzəsidir. Çünki oradan Yeniseyin bir qolu Ankara başlayır. Ladoqonegu gölləri müxtəlif ölkələr arasında yerləşir. Səhvdir. İkisi haradadır? Rusiyada. Ona görə də cavabımız oldu 1 və 4. Variantımız nə variantı? B. 14. Cədvəldə verilən A və B göllərinə aid olan doğru fikirləri müəyyən. Uşaqlar, A gölü bilirsiniz ki, Baykal gölüdür. Düzdür? B gölü bilirsiniz ki, Viktoriya gölüdür. Nə gölüdür? Viktoriya. Suala diqqətlə baxırıq. AB göllərinin doğru ifadə. Şimal buzlu okean hövzəsində, stoplayıcı hövzəsində yerləşir. Bəli, Ankara, Yenisey, o da gedir şimal buzlu. Bir düzdür. Bir düzdür. Sonra, yoldaşlar, biz deyəcəyik ki, platformanın əyilmə sahəsi deyil, qrabendədir. Böyük duzlu göl ilə eyni işıqlanma qurşağında yerləşir. Böyük duzlu göldə, Baykal göldə hər ikisi mülayim işıqlanma qurşağındadır. 1-3. Sonra, Viktoriyaya baxırıq. Subekvatorial iqlim qurşağında yerləşir. Bəli, yoldaşlar, subekvatorial iqlim qurşağıdır. Çünki orada ekvatorial tam zolaq əmələ gətirmirdi. Qrabendə səhvdir. Tektonik
əyilmədədir. Aid olduğu materikin ən dərin gölü deyil. Ən dərin göl nədir Afrikada? Tanganyika. Cavabımız oldu verilənlərdən. 1, 3, 4 variant nə variantı? C. 15-ə baxırıq. Xəzər dənizinə aid doğru ifadələri müəyyənlə. Ən dərin yeri cənub hissədədir. Bəli, Lənkəran çöləkliyi 1025. Arpaçay onun stoplayıcı hövzəsinə aiddir. Bəli, ümumiyyətlə Azərbaycan çaylarının hamısı hansı hövzədir? Xəzər hövzəsi. Stoplayıcı hövzəsində yerləşən ən uzun çay Asiya qitəsinə aiddir. Ən uzun çay Asiya qitəsinə aiddir, səhvdir. Avropaya aiddir, Volqa çayı. Şimal hissəsi 40-44, şimal enliki arası. Xeyr, orta hissəsi 40-44'dür. Şimal hissəsi 44'dən şimaldadır. Cənub hissəsi isə 40'dan cənubdadır. Başa düşdünüz? Yanlış ifadə oldu. Salamlar. Şimal hissəsi platforma, cənub hissəsi geosignaldır. Bəli, bu ifadə doğrudur. Ən dərin hissəsi yaxınlıqdan göndərilmiş səs siqnalı 2 saniyəyə geri qayıdar, səhvdir. Yoldaşlar, 1025'i böləcəksiniz 1500'ə, bu elədi 0.6. Vuracaqsınız 2'yə, elədi 1.3. Heç vaxt 2 saniyə ola bilməz. Cavabımız oldu nə variantı? D variantı. 16-cı test tapşırığı. Birinci və ikinci məntəqələr arasında atmosfer təzyiqi fərqi 24 mm civə sütunudur. Aha, 1 ilə 2 bir-birinin qonşusudur. Ona göre biz avtomatik olarak millimetr civə sütununu çevirəcəyik nəyə? Metrə. Yoldaşlar, 24'ü vuracaqsınız ona neçə elədi? 240 metr. Deməli, yoldaşlar, kəsmə yüksəyi neçə metr oldu? 240. Çayların düşməsini tapacaq. A çayından dənizə qədər neçə dənə boşluq var? 1, 2, 3, 4 dənə, düzdür? 240 vur 4. 240 vur 4. Nə qədər elədi yoldaşlar? 0, 6, 900 neçə? 60. B çayından dənizə qədər neçə boşluq var? 1, 2, 3, 4, 5, 6 dənə. Düzdürmü yoldaşlar? 240 vur 6. Neçə eləyir bala? 0, 4, 2 də yadda 1400. 1440. Hər ikisinin düşməsini tapdıq A çayı, B çayı. Uşaqlar, düşmələr var, meyilliliklər var. Düzdürmü? Uzunluqları tapmaq üçün düşmələri meyilliyə bölməliyik. Bir dəfə biz nə edəcəyik? A çayında 960'ı böləcəyik neçəyə? 1 tam 10'da 5'ə. 960'ı 1 10'da 5'ə böləndə nə eləyir? 960 böl 1 tam 10'da 5. Cavab 640. Neçə? 640. Bir dəfə də yoldaşlar 1440'ı böləcəyik 1 10'da 8'ə. Bölə görə nə eləyir? 600. Bəli, 1440 bölünsün neçə? 1 10'da 8. Cavab 800. Nə qədər elədi? 800. İndi uzunluqları tapdıq. 800, 640. Arada nəyi tap deyir? Neçə kilometr fərq var deyir. 800 çıx. 600 neçə? 40. Arada fərq nə qədərdir? 160. Variant nə variantı? 16'da D bəndi. Bəli. 17. Müvafiq olaraq cədvəldə rəqəmlərin yerinə deyir, uyğun gələn müvafiq çaylar. Yoldaşlar, Sakit Okean ABŞ-dan tökülən çayın adı nə olacaq? Əlbəttə ki, yoldaşlar, burada olacaq. Deməli, Yukon çayı. Nə çayı? Yukon. ABŞ-ın nə ştatıdır? Alyaska ştatı. 1. Yukon. Sonra 2. 2 nə olacaq? Atlantikdən Cənubi Afrika Respublikasından tökülən çay Atlantika nə olacaq? Oranj. Yəni nə çayı? Narıncı çayı. 3. Hind okeanından Myanmadan tökülən İravayd olacaq. Şimal Buzlu Okean Rusiyadan tökülən Kolima çayı olacaq. Cavabımız nə variant olacaq? A variantı. 18. Sual nədir? Deyir ki, Sakit Atlantik Hind okeanları və ada yarımadalar. Deməli, gözəl yoldaşlar. Kanar və Valdes yarımadası Atlantika gedir 2'ye A. Bəhreyn və Arnhem-Land. Arnhem-Land və Bəhreyn olacaq Hind okeanı 3'ə B. Frans Yosif Tolpağı Kola əlbəttə ki olacaq Şimal Buzlu Okeanı. Pasxa adası Alyaska olacaq Sakit Okean. D, A, B, S. D, A, B, S variant nə variantı? B variantı. 19-cu suala bir yerdə baxırıq. Samur Abşeron, Başmil, Başmuğan kanalından suvardığı ərazilərə aid olan inzibati rayonlar. Samur Abşeron, Biskusar, Quba, Xaçma, Siyəzən, Şabran, Xızı və Sumqayıt eyni zamanda Abşeron torpaqlarının suvarılmasını deyə bilərik. Başmil kanalı ilə müvafiq olaraq gözəl yoldaşlar suvarılır Füzuli, İmişli, Beyləqan və Ağcabədi rayonları. Və Başmuğan kanalı ilə suvarılır İmişli, Saatlı, Sabirabad rayonları. Aydındır. İndi 19'un doğru cavabı olacaq C bəndi. Şabran müvafiq olaraq suvardı Samur Abşeronu. Yoldaşlar Füzuli suvardı Başmil, Saatlı'nı suvardı Başmuğan. Variant nə variant 19'da? C variantı. 20. Xəritə sıxıntı verilmiş okean cərəyanları ilə bağlı yanlış fikirləri müəyyən edin. 4 ilə 5, yəni Gviyana və Braziliya. Sahil ərazilərdə enana axınlarının yaranmadır, səhvdir. İsti cərəyanlar necə axın yaradır? Qalxan. Deməli, biri seçdiyi yanlış ifadə kimi. 2 və 7. Gulf Stream, bir də Crossio. Qərb küləklərinin təsiri yaranlar. Bu ifadə doğrudur və şimalda sağa meyil edirlər. 1 və 8, yəni Alyaska, bir də Şərqi Avstraliya. İsti cərəyanlardır, doğrudur. Sonra 3 və 6, yəni Peru, bir də Mozambik.
Deyir ki, sahil boyu ərazilərdə səhraların yaranması səbəbi. Bu ifadə yanlışdır. Səhra yox, bunlar nə yaradırlar? Əlbəttə ki, rütubətli meşələr. Cavab. Peru düzdə. İndi bu ifadə necə oldu? Yanlış. 1 ilə 4. Variantımız nə oldu? B variantı 20-ci sualda. 21. Müəllim, siz nədən işləyirsiniz? Burada. Bəli. Sınaq 5. 21-ə baxırıq. Cədvələ əsasən doğru sıraları neyini indir? Müəyyən edin. İnari gölü Finlandiya. Təbii ki, bu nədir? Doğrudur. Tana gölü Efiopiya. Bilirsiniz, Mavi Nil buradan başlayır. Doğrudur. Qarda gölü İspaniya deyil. Aradır. İtaliya. Hiller gölü Car deyil. Avstraliya. Balaton gölü Macaristan. Bu ifadə doğrudur. Titicaca gölü Çili deyil yoldaşlar. Boliviyadır. Arada yoldaşlar Peru və Boliviya sərhəddir. Ona görə də gözəl insanlar. Düzgün cavabımız 1-2-5 variantımız C variantıdır. 22-yə baxırıq. Doğru ifadələri müəyyən edin. Yoldaşlar 22-də doğru deyəndə Xuanxe, Nil, Amur, transsərhəd çayı ola bilməz. Xuanxe ancaq hardan axır? Əlbəttə ki, Çindən. Orta meyillilik fərqi. Orta meyillikə fərqi olan çayların uzunluqları bərabər ola bilər. Bəli, bərabər ola bilər, çünki düşmələri müxtəlif olsun. Aydın oldu? Bu doğru ifadədir. Dnepr, Dnestr, Qızılırmaq çayları eyni dənizə tökülür. Yoldaşlar, Dnepr, Dnestr. Qaradənizə, Qızılırmaqlara tökülür. Qaradənizə. Bu ifadə nədir gözəl yoldaşlar? Təbii ki, doğrudur. Amur və Yukon çaylarının mənsəbində əhali seyrək məskunlaşıb. Bəli, bu ifadədə doğrudur, çünki bunlar müvafiq olaraq Rusiyanın şərqi və bir də Alyaskanın şərqidir və soyuq yerlərdir. 2-3-4 da cavab nədir? D variantı 22-də. Obrislər düzdür. Aral gölü həm çay mənsəbi, həm də mənbəyidir. Xeyr, mənbə olsa axarlı olardı. Aral necə göldür? Şorsulu. Kalimantan, Sumatra, Yavadalan günorta vaxtı günəş şanı minimum düşmə bucağı 66.5-dən az olmur. Yoldaşlar, bilirsiniz ki, burada Sumatra'da cənubdadır, 66.5 az olur. Çünki ekvatordan, sırf ekvator xətti üzərində olsaydılar, sən deyəndi. Amma bu ifadə doğru deyil, az olmur deyil. 66.5-dən az olur axı. Aydın oldu. Məsələn, tutaq, fərqi yoxdur. 66.5-də minimum düşmə haradır, sırf ekvator deyil. Günəş 23.5 şimaldadırsa, deməli 6 cənub enliyində olan Jakarta şəhərinə daha kiçik uzaqda düşəcək. Aydın oldu mənası. Ona görə də Jakartada niyə Yavadasındadır? Ona görə də bu ifadə doğru deyil. Aydın oldu fikirlər. Davam edirik 23. Yoldaşlar, Qaradəniz 18 promildir. Yəni 1000 litrində neçə qram duz var? 18 qram. Mənə deyir neçə 1000 litr suyu götürüldü? 6000 litr. 6000 litr olacaq x. Yəni 6000 vur 18 böl 1000. X bərabərdir nəyə? Elədi 108 kilogram. 100 neçə? 8 kilogram. Sonra deyir ki, Azov dənizinin 12 litrə 12 promil olan neçə litr suyundan əldə etmək olar? Yəni 108 kiloqramı neçədən əldə etmək olar? Yazırsan. Azovda minə neçə? Minə 12, 108-ə neçə? X. Əlbəttə ki, burada 108-i vuracaq. Minə böləcək neçəyə yoldaşlar? 12-yə. Cavab 9000 litr. Neçə min litr? 9000 litr. Litri tonla ifadə elədisəydi 9 ton yazardı. Neçə ton? Vəssalam. Doğru olmayan ifadələri seçdik 24-də. Doğru olmayan ifadələri seçək. Dünyada ən hündür qabarma dalğası Kanadanın Şimal Buzlu Okeanı sahili. Xeyr, bu Atlantik Okeanı sahilidir. Bir doğru deyil. Fandi körfəzi var idi. Yalnız isti okean cərəyanları şimalda, sağa, cənubda sola meylir. Xeyr, bütün cərəyanlar şimalda, sağa, cənubda sola. Coriolis'e görə. Bu da yanlışdır. 1-2. Sonra 9000 metrdən çox dərinliyə yalnız Sakit Okeanda rast gəlinir. Bəli, niyə? Çünki Atlantikin ən dərin yeri Porto Rico 8742, Hində zon 7729, Şimalımızda Qrenlandiya dənizidir 5525. Ona görə də bu ifadələr yanlışdır. Yəni daha doğrusu doğrudur. Getdi. Volqa çayının orta illik su sərfi Ural çayının orta illik su sərfindən daha çoxdur. Yoldaşlar, bəli bu ifadə də doğrudur. Volqa daha bol suludur. Həm qurut, həm də artezyan suları yer səthində yüksək təzyiqlə çıxır. Xeyr, qurut suları təzyiqi yüksək ola bilməz. O çünki birinci su keçirməyən layın üzərindədir. Cavabımız 1-2-5-dir. 25-ci suala bir yerdə nəzər yetiririk. Deyir ki, tədqiqatçılar okeanda yerləşən A çörəkçiliyinin dərinliyinə exolot vasitəsilə 12 saniyə ölçüblər. A çörəkçiliyi haqqında doğru fikirləri müəyyən edin. Neçə saniyə ölçülər? 12. Exolotdan göndərilən səs siqnalı gedib qayıdır. 12 bölü 2. 6 vur 1500. Yoldaşlar biz bayaq baxdıq, 9000 arda ola bilər ancaq. Sakitdə. Deməli, yalnız sakit okeanda yerləşir 1/25. Şelf düzənliklərində yerləşə bilər, əlbəttə bilməz. Şelf 200 metrə qədər dərinlikdir. Biokütlə çox zəngindir, fikri düzgün deyil. Niyə asılmaz mən? Çünki dibdə biokütlə zəifdir. Çünki sıxlıq çoxdur. Bentoslara rast gəlinmir, əksinə. Dibdə nəyə rast gəlinir bentoslara? Bu da səhvdir. Xəzər dənizi yerləşə bilməz. Təbii ki, Xəzərdə yerləşə bilməz. Cavab nə oldu bala? 1-5 qutardı getdi. Sonra gəlirik 26-ya. Cənubi Amerika və Afrika materiklərinin daxili sularının fərqli xüsusiyyəti.
Çaylar iki ölkə hövzəsinə aiddirlər. Bəli, Afrikada, Cənubi Amerikada, hətta Avstraliyada iki ölkə hövzəsidir. Bu doğrudur. Fərqli deyil, oxşardır. Çöl təbii zonası axan çaylar mövcuddur. Çöl təbii zonası Afrikada yoxdur, amma Cənubi Amerikada var. Pampadan axan Parana çayı. İki fərqli cəhətdir. Ən böyük gölü tektonik mənşəlidir. Gözəl yoldaşlar, bildiyiniz kimi ən böyük göllərə gələndə Viktoriyada tektonik qrabendir. Müvafiq olaraq Cənubi Amerikanın ən böyük gölü isə Maracaibodur. Maracaibo isə nə mənşəlidir? Lagun. Ona görə bu fərqli cəhətdir. Üçü götürük, düzdür? 4-ə baxırıq gözəl insanlar. Ən uzun çayı Cavan dağlardan başlayır. Ən uzun çayı gəlin baxaq. Amazon çaylardan başlayır. Ant dağları, Cavan dağları. Amma Nil çayı Cavan dağlardan başlamır. Orada bir dənə Cavan dağ var. O da nədir? Atlas. Deməli bu da fərqli cəhətdir. Fərqlilər nə oldu bala? 2, 3, 4. 2, 3 və nə? 4. 5 ilə 6 niyə səhvdir? İzah edirəm. Səviyyələri il boyu kəskin dəyişməyən çaylar mövcuddur. Təbii ki, ikisində də var. Kongo, Amazon. Bu ortaq cəhətdir. Transsərhəd çaylar var. Bəli, məsələn, birində Kongo, birində də Parana çayı. Bunlar nədir? Transsərhəd. Ona görə də doğru cavabımız nə oldu? 2, 3, 4. Yoldaşlar, 27-yə baxırıq. Diqqətlə baxın. Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərq yamacı. Cənub yamacına, Böyük Qafqazın cənub yamacına 1-ə gedəcək yoldaşlar Əlican çay D. Kiçik Qafqazın şimal-şərq yamacına 2-ə gedəcək yoldaşlar Kürək çay A. Bir də yoldaşlar Böyük Qafqazın şimal-şərq yamacına gedəcək Qudyal çay B. Qarqarçay bildiyiniz kimi Kiçik Qafqazın cənub-şərq yamacıdır. Həkəriçay isə Kiçik Qafqazın yenə cənub-şərq yamacıdır. Ona görə də bunlar heç birinə getmədi. 1D oldu, 2A oldu, 3-ə də nə oldu? B. Və situasiya sonuncu sual. A dənizinin yerləşdiyi ərazidə gecə və gündüzün növbələşməsi pozulmur. Uşaqlar pozulmursa, deməli bu qütb dairələrinin arasındadır. 66-15 şimallı, 66-15 cənub. Yəni bu qütb işıqlanma qurşağında ola bilməz. Deyir ki, və günəş zenitdə olur. Deməli, nə arasıdır? Tropiklər arası. Bu dəniz iki yarım kürədə yerləşir. Gəmiçilik kanalı vasitə digər okeanla əlaqəsi var. Söhbət Karib dənizindən gedir. Aslanmaz müəllim, söhbət nədən gedir? Karib dənizi ilə okeana birləşir. Hansı kanaldır o? Panama kanalı. Nə kanalı? Panama. Davam edirik. Digər okeanla əlaqəsi var. İki materik və bir qitənin sahilini yuyur. Materiklər Şimali Amerika, Cənubi Amerika qitə olaraq bütövlükdə nə qitəsi? Amerika qitəsi. Hamı başa düşdü yəqin ki. Deməli, bizə deyir ki, A dənizini müəyyən elə. Birinci A dənizi hansı dəniz oldu? Karib. İkinci sualda deyir ki, bu dənizin yerləşdiyi iqlim qurşağı. Bu dəniz yerləşir subekvatorial və şimal hissədə tropik. Subekvatorial və hansı yoldaşlar? Tropik. Tropikin də tipini soruşsa dəniz tropik. A dənizini əhatə edən ölkələri müəyyən edib yazın. Yoldaşlar, A dənizini əhatə edən ölkələrə çox ölkə aiddir. Bura Meksika aiddir. Bura gözəl yoldaşlar, biz deyə bilərik. Böyük ölkələrdən Kolumbiya, Venezuela aiddir. Kolumbiya. Bəli, Venezuela. Sonra yoldaşlar deyə bilərsən Yamayka, Kuba. Adı ölkələri. Yamayka, Kuba və s. və s. Çoxdur. 30. Deyir ki, sualda müvafiq olaraq A dənizində yerləşən arxipelaglar və dənizin iqliminə təsir okean. A dənizində 2 dənə əsas arxipelag var. Biri böyük yoldaşlar Antil. Böyük Antilin tərkib hissəsi Kuba, Haiti, Yamayka, Puerto Rico. Bir də bilirsiniz Kiçik Antil. Kiçik Antilin tərkibinə St. Kitts, Nevis, Antigua və Barbuda, St. Lucia, Barbados və s. aiddir. Və son olaraq biz deyirik ki, burada təsir edən cəryanlar var. Gviana cəryanı, bildiyiniz kimi Cənubi Amerikanın şimalı ilə hərəkət edir. Bir də yoldaşlar biz deyəcəyik Antil nələri? Cəryanları. Qutardı getdi. Aydın oldu testlər.